Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecma'in. Amma ba'd. Kardeşlerle gecenin bu vaxtında Kafkaz dağlarına yaxın çöldə bir yerde bir aradayıq. Tabii ki kardeşlerle vaxt geçirmek, hava soyuq da olsa, çadırın altında da olsa güzel bir şeydir. Çünkü kardeşlerle beraber olmağın özü ibadettir. Kardeşlerle beraber olmağın özü bir nasihattir, özü bir islahın yoludur. Ve biz de bunlara göre bacardığımız kadar kardeşlerle vaxt geçirmeye, beraber olmaya çalışırıq. Hatta meclislerimiz de aynı zamanda nasihatlerden kenar kalmasın diye ve birbirimize devamlı şekilde öğüt nasihat verək diye. Öncelikle kardeşler, özüme ve size olan tövsiyelerimden her zaman kaldırıcı olun, yıkıcı olmayın. Dostunuz olsun, yaşadığınız bölge olsun, etraf olsun, qohum əqrabı olsun, aile üzvü olsun, fark eləməz. Her zaman kaldırıcı olun. Yıkılan insanın kolundan tutun, kaldırın. Büdürüyen insanın elinden tutun, yıkılmağa koymayın. Maddi ve manevi, hatta fiziki her çöküş yaşayan insanların tekrar kalkmasına vesile olmaya çalışın. Hiçbir zaman bir insanın terk olunmasına sebepsiz yere, şer'i sebepsiz yere veyahut da bir insanın zulüm olunmasına vesile olmayın. Güzel bir söz var. Helden bir hisse ol, problemden bir hisse olma. Bu onu gösterir. Peygamber sallallahu aleyhi ve sellem sahih hadiste buyurur: El-muslimu ahul muslim la yazlimuhu ve la yahzuluhu. Müslüman Müslümanın kardeşidir. Ona zulüm etmez. Onu başkalarının zulümüne terk edemez. Yani hem de Müslümanın üzerinde olan hukuklarından biri onu müdafiye etmesidir. Sadece kardeşler, bu yaşadığımız dönemde, bu yaşadığımız zamanda görürük birçok yerlerde de böyle de etraflar var, insanlar var. Burada etraf var, orada etraf var, orada etraf var. Bu etrafların birçoklarına baksak görürük ki şekere yığılmış qarışqaya benzeyir. Mənfəətə göre bu etraflar var. Birinin vəzifəsi var. Kimsə yaltaqlanır, etrafına yığılıblar. Bunun vəzifəsindən hansısa bir şəxsi mənfəətinə göre faydalansın. O birisinin pulu var, onun pulunu sömürmək üçün, oradan bir nəsə qopartmaq üçün etrafına yığılıblar. Ona saygı gösterirmiş kimi davranırlar. O birisi, ne bileyim, müəyyən səbəblərdən dolayı bugün o kurukların, o toplumların, o dəstələrin əksəriyyətinin arkasında hər hansı bir çıxar və mənfəət olduğu zahirdir, açıq-aşkardır. Lakin bu cür toplumlar, bu cür qruplar əslində savab, takva üzrə İslamın yönləndirdiyi kimi oluşan toplumlar değil. Peygamber sallallahu aleyhi ve sellem Müslümanların bir araya gelmeyini tövsiye ederken, isteyerken menfaat olmadan bir araya gelmelerini tövsiye ediyor. Menfaat olmadan. Sadece Allah için, sadece Allah için, sadece Allah için. Ona göre siz fikir verseniz birçok hatta dindar görünen kuruklar 2-3 yıl bir yerde devam edebilmirler. 5 yıl 6 yıl devam edebilmirler. 3 kısma bölünürler, 5 kısma bölünürler. Bugün kardeşlik diyen, çörəklərini paylaşan kim görsənənlər, sabah birbirlerini deşifre eləyirlər, birbirlerinin eyblərini açırlar, birbirlerini təhqir eləyirlər, birbirlerini açıkça deyim, satırlar, birbirlerini yerlə bərabər etmeye, gözden salmağa çalışırlar, pislik eləyir, her türlü. Bunun sebepleri baştan bu kardeşliğin Allah rızası için olmamağıdır. Bunun baştan bu toplumun ihlas üzere toplanmamasıdır. Baştan elə bu grupların hamısının müəyyən bir mənfəət üzere bir araya gelmeleridir. Bunun en büyük örneği, siz fikir verirsiniz mi? Resulullah sallallahu aleyhi ve sellem'in sahabeleri, o mübarek insanlar, başta halifeler, cennetle müjdelenmişler, o hadis rivayet edenler ve Resulullah sallallahu aleyhi ve sellem'in davetine yardımcı olanlar hiçbir zaman bölünüp 3 yıldan 5 yıldan sonra parçalanmadılar. Çünkü takva üzere, ihlas üzere, İslam üzere bir araya gelenlerin bu şeyler ortadan kalkmadıkça parçalanmaları mümkün değil. Bu cəm eləyən səbəblər ortadan qalxdıqda bunlar parçalanır. Ama birçok gruplara bakın,
Hamı deyir ki, mən doğru yoldayam, müsəlmanam, ən doğru mənəm, salamatam. Hamı bunun dərinə bir araya gələ bilmirlər. Burada bir xələl var. Burada bir ixlas problemi var. Burada bir səmimiyyət problemi var. Bir araya gəlmələrində Allah Azze ve Celle'nin iradə, Allah Azze ve Celle'nin istəyi üzrə gəlmələrində problem var. Məsələ sadəcə orada diyor ki, herkes der ki, La ilahe illallah Muhammed Resulullah, herkes namazı vacib görür, orucu vacib görür vesaire vesaire. Bu değil. Aslında o meclislerde takva, ihlas, Allah rızası için menfaat olmadan bir araya gelmek ve nəsihət amacılı olmamasıdır kardeşler. Ben Allah'a həmd eləyirəm ki, Allah Azze ve Celle bizim kardeşleri Gürcüstanda Qaracala cemaatini, Qaracalada olan kardeşleri Allah hifz eləyir. Biz tam 26 ildir beraberik. Tam 26 ildir biz bölünməmişik. Bax, belə ətrafa baxıram, qardaşların əksəriyyətinizi mən 10 yaşından, 12 yaşından tanıyıram. Uşaqkən bərabər mənim yanımda böyümüşsünüz. Eləcə də o biri qardaşların bir çoxları ilə mənimlə böyüdülər və s. Biz 26 ildir bir aradayıq, 26 ildir bir cemaatıq, 26 ildir anlaşırıq, bir araya gəlirik, xeyir işdə də, şər işdə də, dərsdə də davamlı şəkildə bərabərik. Bu ona göre ki ilk gündən mən kənddə dəvətə başlayarkən, Gürcüstanda dəvətə başlayarkən qardaşlara hər zaman tərbiyədə, təlimdə, dəvətdə buna üstünlük verirdim ki, bir insanın yanına getdiyin zaman ilk önce onun yanına gedişin, nəsihət alıb nəsihət vermək və bu qardaşlığı heç bir mənfəət olmadan Allah üçün yaşatmaq olsun. Bu da elhamdülillah, bu şeyden biz çok memnunuz kardeşler. Allah həmd sana edirəm. Bu Allah'ın muvaffakiyetidir, Allah'ın tevfikidir ki biz elhamdülillah bu az süre değil, 26 ilin içinde devamlı beraber olduk, bir olduk, devamlı birbirimize nəsihət ettik. Bu o anlama gelir mi ki biz hiç ihtilaf eləmədik? Bu o anlama gelir mi ki biz hiç birbirimizden incimedik? Bu o anlama gelir mi ki biz her şeyde razılaştık? Hayır. Bizler de ihtilaf elədik, bizler de birbirimizden incidik, bizler de razılaşmadık vesaire vesaire. Ama ortada her bir derdin dermanı olar diye biz ihtilaflarımızda Allah'ın kitabını, Peygamber sallallahu aleyhi ve sellem sünnetini hakim tuttuğumuz için her ihtilafın, her derdin dermanını biz orada tapdığımız için Allah Teala bizi bugünkü güne kimi davamlı getirdi. Bunun qədrini bilin kardeşler, bunun kıymetini bilin, bunun değerini bilin. Müslüman kardeşiyle güçlüdür, Müslüman kardeşiyle imanlıdır, Müslüman kardeşiyle ihlaslıdır, Müslüman kardeşiyle huzur içindedir. Bu bereketi, bu birliği, bu kardeşliği her zaman yaşatın. Çevrenizde buna, bu cemaatin dağılmasına, birbirine küsmesine, birbirine karşı ürək bulandırmasına dair kimdən miskal zərrəsi qədər çirkin ifadə və davranış görsəniz, onun qabağına dikilin. Əsla fürsət verməyin və bu insanların belə addımlara addım atmalarına peşman eləyin. Hətta gələcək nəsillərə də biz hər zaman gözəl örnek olaq. Sabah bir gün bizim evlatlarımız da bir araya gələ bilsin və bu birlik, qardaşlıq, bərabərlik davam elə bilsin. İkinci tövsiyəm kardeşler, özümə və sizə həmçinin dilimizi başa düşen dünyanın muhtelif yerinde olan kardeşlara çalışın, rannani derler Arap dilinde, rannani, bəzətilmiş, düzəldilmiş ifadelerle kardeşlerinize qəlbinizdə kin bəsləməyin. Bugün birçok yerlerde görürsünüz, açık desək, insanlar birbiriyle dini terminleri istifade eləyərək intikam alırlar. Şəxsi məsələlərini, dini terminleri kullanarak insanlardan intikam almağa çalışırlar. Mesela baxırsan bir adam bir adamı sevmir, nəyinəsə görə sevmir. Bu sevməmək məsələsi işin temelinde dini mesele değil. Şəxsi məsələdir, ya şana göre, ya şöhrətə göre, ya ada sana göre, ya pula göre, ya mala göre, ya avtoriyə göre, nəyəsə göre görsən ki qısqançılıq var, həsəd var, paxıllıq var. Qalxıb o insanın zatına bir şey deyə bilmir. Desə də heç kim onu dinləməyəcək. Məsələni gətirib dinə bağlayırlar. Yəni bu sələfidir, bu ixvandır, bu hizbidir, bu xavaricdir, bu budur, bu budur, bu budur. Bu cür əslində dəlalət eləməyən adama, başa düşdünüzmü? Bu vəsfləri daşımayan bir çox adamları belə ləkələrlə ləkələməyə çalışırlar ki, hətta neynəsinlər? Dini terminləri istədikləri adamı qaralamaq üçün neynəsinlər? İntikam məqsədli işlətsinlər. Bu oyuna heç vaxt düşməyin.
hər haqqında ixvan deyilən, hizbi deyilən, xavaric deyilən, təkfirçi deyilən qardaşlar, onlardan deyil, o sifətləri daşımır. Bu xurafi olan mənhəc sahiblərin mənhəcində, əqidəsində deyil. Bir çox insanlar çox təmiz və saf olduqları halda belə ləkələrlə, ittihamlarla ittihamlanırlar. Və bu ittihamı eləyənlərə də bir çoxları inanırlar. Siz təsəvvür eləyin, əgər bir insana haqsızcasına bu ləkə vurulubsa, sən də bu ləkə vuranların səfindəsənsə, qiyamət günü o insan sənin yaxanda tutanda dəlilsiz, subutsuz arxası ilə getdiyin insanlar səni Allahın əzabından qurtara bilməyəcək. Bugün çox basit yəni. Baxırsın, bir adam 5 il, 10 il, 15 il, 20 il elm alır. Bu adam alimlər görür, bu adam kitab oxuyur, bu adam əqidənin, tövhidin, doğru inancın nə olduğunu ayrı eləyə bilir, soruşa bilir. Belə ağır səviyyəli qardaşlara heç ümumiyyətlə erabda məhəlli olmayan, ümumiyyətlə elmdə bir əsəri olmayan insanlar qalxırlar, deyirlər bu ixvandır, bu hizbidir, bu xavaricdir, bu fitnəkardır, bu budur, bu budur. Pis bir şeylər deyirlər. Baxın, bu batil cəsarət bir çox yerlərdə çox həddini aşmaqdadır. Hətta baxın, İslam ümmətinin hər zaman düşdüyü an alimlərin mövqeyini hər zaman bəlirləyibdir. Alimlər hikmətdəndir ki, dəvət elədikləri zaman, kitab yazdıkları zaman, münazara elədikləri zaman, rəddiyə verdikləri zaman, hər zaman yaşadıkları mühitin durumunu göz önündə bulunduraraq bunu eləyiblər. Məsələn, bir alim bir yerə dəvət eləmək gedəndə, əgər orada zina yayılıbsa, gəlib orada təsbih çəkməyin hökmündən danışmayıb. Gəlib orada ayağa məs çəkməyin hökmündən danışmayıb. Gəlib orada əli namazda harada bağlamaq lazımdır, doğru yer haradır, bu məsələlərdən danışmayıblar. Və yaxud da bir yerdə qətliyam varsa, haqsız yerə insanlar bir-birinin malını, pulunu yersə, bir yerdə təcavüz varsa, oradakı problemləri çözməyə çalışıblar. Və yaxud da bir bölgədə iman azlığı varsa, yəni dəvətdə alimlər hər zaman yaşadığı yerlərdə, əsrdə, zamanlarda ehtiyacı olan insanlara ən çox ehtiyacı olan məsələlərdən danışıblar. Buna dəvətdə hikmət deyirlər. Bir çox çevrələrdə baxın, adamların %95% namaz qılmır. İnsanların əksəriyyəti qəbirlərə, pirlərə, bütlərə, nə bilim Allahdan başqasına sitayiş edir, ibadət edir. Allah Azze ve Celle'nin tövhidi kənarda qalıb. Və bir çox böyük günahlar zahir olub, içki içmək, zina eləmək, fahişəlik eləmək, rüşvət götürmək, sələm yemək, bir çox pisliklərdə %90-95 insanlar məhv olub gedir. Orada 10-15 adam var, başlayırlar bir-birlərinə məsələ mənhəci məsələlərdən danışırlar. Misal üçün, nə bilim, filanlar kimlərdir, bu mənhəc sahibləri kimlərdir, o filanlar kimlərdir, filanların mənhəcini, filan. Bu orada olan çevrədəki olan insanlar heç söhbət nədən gedir, başa düşmürlər. Bu dəvətdə, sahədə olan hikmətsizliklərdən iləri gəlir qardaşlar. Ona görə diqqətli olun. Hər bərbəzəkli danışan, hər mən, nə bilim, islaha çalışıram deyənləri gerçəkdən səmimi sanmayın. Bu adamlar tanınmış olmalıdırlar imanla, ixlasla, dürüstlüklə, səmimiyyətlə, ədalətlə ki, hətta biz onlar bu şeyləri deyəndə bilək ki, bu insanlar bunun nəfsinə görə deyil, şər'i dəlillər əsasında danışırlar. Və ayrıca o dedikləri şeylərin hamısını kimlərsə haqqında günəş qədər aydın dəlillər əsasında deməlidirlər. Və bu bir çox, yəni əksəriyyətdə danışıldıqları zaman bir-birinin haqqında ləqəblər, firqələri nisbət elədiyi zaman da bu şeylərin olmadığını görürük. Mən ən qədimi Qafqazda dəvətdə olan şəxs kimi danışıram. Ən qədimi Qafqazda əhl-i sünnə dəvətini yəyən ən qədimlərdən olduğum üçün, bu sahədə uzun ömür keçirdiyim üçün mən bunu bilərəkdən danışıram. Əksər hallarda qardaşlar, bu şeylərin arxasında nəfs olduğunu görmüşük. Bu şeylərin arxasında insanları aldatmaq olduğunu görmüşük. Bunun arxasında prinsiplər və intiqamların olduğunu görmüşük. Və ona görə bir çox şeylərdə də geri çəkilib asla bu fitnələrə qarışmamağa qərar vermişik. Və bunun səmərəsini, bəhrəsini də görürük. Mən o biri dəvətçi qardaşlara da deyirəm, diqqətli olun. Bəli, doğru əqidə bəyan olmalıdır. Əhl-i sünnə vəl cəmaənin əqidəsi doğru şəkildə təbliğ olunmalıdır. Əhl-i sünnənin mənhəci açıq-aşkar bəyan olunmalıdır. Zəlalətdə olan firqələrin ixvanlar olsun, mu'təzilə olsun, xavarici olsun, təkfirçilər olsun,
ne bileyim kutbuçular olsun, ondan sonra ne bileyim haddadiler olsun, kimler olursa olsun bu zəlalət firqələrinin hamısı ifşa olunub, açıqlanıb, bəyan olunmalıdır. Ama bunların hamısı uygun zamanda, uygun mekanda ve tələb olunan qədər sadəcə. Əksi təqdirdə nə olar? Biz daha önemli şeylerden insanları məhrum eləmiş ola bilərik. Bir-birimizin qədrini bilək, qiymətini bilək və gözümüzü açaq sahəyə yaxşı baxaq. Çevrələrdə hər zaman faydalı olmağa çalışaq. Hər zaman islahın tərəfində olaq və nəfsimizi kənara qoyaraq Allahın dininə xidmət eləyək və bu xidməti yalnız və yalnız Allah rızası üçün eləyək. Allah bu yolda hamımıza yardım eləsin. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.